Dəfə demişəm, bilmirəm, burada da demişəm, yox, bir yaxınlarda Avropadan bir xanım gəlmişdi. Mənim neçə il minbərdə qərb haqqında dediyim sözləri, o xristian bir qadın idi, Polşalı idi əsli, Almaniyada yaşayırdı. O bir-bir dedi. Yanımızda şahid də var idi. Bura gələn qardaşlardan biri də onu gətirmişdi. Özü də hicab geyinib gəlmiş ki, mən müsəlman ölkəsinə gəlirəm. İslam mədəniyyətinə hörmət əlaməti olaraq hicabda gəzməliyəm. Burada gəldi, məsciddə dayandı, dili başa düşməyə cümə xütbəsini dinlədi tərcümə ilə. Bayırda dayandı. O özü öz təhlili nəticəsində deyib, biz dalana dirənmişik, yol axtarırıq. Qərb insanı dalana dirənib. Deyir, siz gəlsəz görərsiniz ki, orada insanların fitrətində o nuraniyyət var, paçlıq var. Amma elə bil havaya nəsə səpiblər. Elə bil ki, bloklayıblar insanları. O azadlığın imitasiyası var ancaq. Altdan o qədər manipulyasiya edirlər, o qədər məsxərə, gülüş, bir dənə dəyərli söz deyəni ələ salmaq deyir. Elə bil ki, insanları yuxuya veriblər. Amma deyir, İmam Hüseynin adını eşidir, bilmir, gətirdim deyir, şirniyyat payladım İmam Hüseyin adına. Elə dedilər, bunun nə üçün? Özü də xristiyanlığında hələ də qalıb, maraqlısı budur. Deyir, dedilər, bu nədir? Nə üçün? Dedim, Hüseyin ibn Əli adlı bir adam var. Deyir, inanın adını eşidəndə insanlar elə bil gözü yuxudan ayılırdı. O deyirdi ki, mən qərar vermişəm Ərbəyinə, ya Kərbəlaya gedəcəm, Ərbəyin olmasa da gedib onu ziyarət edəcəm. O deyirdi ki, bugün sizin gördüyünüz o azadlığın içində bir məhdudiyyət var. O hiss olunmaz dərəcədə onu eləyiblər. Təbliğatla, informasiya ilə, məsxərə ilə, ələ salmaqla. Qəribə deyir, altdan bir siyasət işlədiblər ki, insanlar mənəviyyata üz tuta bilməsin. Amma deyir, insanlar usanıb, soyuqdur hər şey, yaşamaq deyir, mümkün deyil, nəfəs kəsilir artıq. Bunu o deyirdi, mən bir ruhani olaraq bunu təbliğ eləmirəm. Onun sözlərini sadəcə sizə çatdırıram. Deyirdi, nəfəsimiz kəsilir, yaşamaq mümkün deyil belə. Məhəbbət olmayan mühitdə, hərarət olmayan mühitdə, ailə restorana gedir, kişi öz hesabını verir, qadın öz hesabını verir. Belə yaşamaq mümkün deyil. Qohum-qohumun evinə getmir, mehribançılıq yox, ülfət yox, məhəbbət yox, eşqsiz həyat nədir? Bu, həmin o dünya görüşünün acı nəticələridir. Gəlib çatdığı böhran nöqtəsidir. Onlar təcrübədən keçirdib, onlarda dəbdən düşən şeylər bizdə hələ indində dəbə minir. Mən gülürəm hərdən özüm. Bu, acı bir gülüşdür. Mən heç vaxt xalqımı ələ salmağın tərəfdarı deyiləm. Kim olur olsun, adam öz millətinə yuxarıdan aşağı baxmaz. Amma ki, baxırsan, görürsən ki, onların imtina elədiyi şeylərə biz elə yapışırıq hələ elə. İnsanda xarakterlərdə uyğunsuzluq olur, güzəşt lazımdır. O qədər güzəşt eləməyə motivasiya tapa bilmirlər. Niyə güzəşt etməliyəm? Niyə görə fədakarlıq etməliyəm? Heyvanla yaşayır və onu özünə bir çıxış yolu hesab edir. Və gəlir, deyir, Tənhalıq Nazirliyi yaranır İngiltərədə. Mən rusca axtarış vermişdim, Ministerstvo Одиночествоya yazır. Baxın, axtarış verin ki, tənha insanların problemlərini həll eləyək. O çətinlikləri həll eləyək.
Belə şəraitdə din, İslam sürətlə insanları cəzb eləməlidir.